Ləzzəti görüntüsündən gözəl olan nar turşusu hazırlayacağım. Sizlər də belə ləzzətli, gözəl nar turşusu hazırlayıb dadmaq istəyirsinizsə, videomu bəyənib sona qədər izləməyi unutmayın. Keçək turşunun hazırlanma qaydasına. Nar turşusunu hazırlamaq üçün sağlam, gözəl, sulu narlar götürmək lazımdır. Çəkiliş zamanı vaxtımızın çox getməməsi üçün narları əvvəlcədən dənələmişəm, hazırdır. Sona qalan 2 narı da dənələyirəm. Nar şərabda olduğu kimi burada da nar dənələrini elə dənələmək lazımdır ki, onun içərisinə nə bir qabıq, nə bir pərdə qalmasın. Əgər qabıq, pərdə təmizlənməzsə, nar turşumuz acı olar. Dənələdiyim narı qazanın içərisinə, böyük qazanın içərisinə tökürəm. Kömək olmayanda belə olur. Bütün mətbəxi batıdım. Narın suyu tez çıxdığı üçün azacıq, yəni 1 stəkan su əlavə edirəm. Qazanı odun üzərinə qoyub orta atəşdə narı qaynadıram. Suyunu çox tökmək lazım deyil, çünki nar isindikcə özünün suyu çox çıxacaqdır. Narın üzərinə çox su töksək, bişirdiyimiz nar turşusunun rəngi qaralacaqdır. Narı 10 dəqiqə qaynadıram. 10 dəqiqədən sonra blenderla bütün narı əzirəm. Narın tumu bərk, sümüklü olduğu üçün blender onu əzmir. Bu turşunun hazırlanma qaydası kanalımda var, ancaq o videonu bəyənmədiyim üçün bu videonu yenidən sizlər üçün çəkib paylaşıram. Artıq narı əzmişəm, hazırdır. Biraz soymasını gözləyirəm. Əzdiyim narı aşüzənin içərisinə töküb aşüzəndən keçirirəm. Nar şərabdan fərqli olaraq nar turşusunda bizə məti lazım olduğu üçün onu aşüzəndən keçirirəm. Əzdiyim nardan aşüzənə tökürəm. İsti olduğu üçün qaşıqla qarışdıraraq aşüzəndən keçirirəm. Bu qayda ilə qazanda olan bütün narı sona qədər eyni qaydada aşüzəndən keçirirəm. Qazanı yumuram, çünki nar qaynatmışam, içi təmizdir. Süzdüyüm narı qazanın içərisinə tökürəm. İsti olduğu üçün qaşıqla əzdiyimdən məti tam əzib çıxartmamışdım. Qalan məti də aşüzənə töküb tam suyunu sıxıb çıxardıram. Qalan tumları da atıram. Odun üzərinə qoyub qaynadıram. Nar qaynadıkca üzərinə yığılan kəfi yığıb atıram. Turşunu tez-tez qarışdırıram ki, dibi yapışıb yanmasın. Sona qədər üzərinə yığılan kəfi yığıb atıram. Narın tərkibində olan su çəkilənə qədər odun üzərində bişirirəm. Artıq köpüklərindən də görünür ki, nar turşumuz hazır olmağa başlayır. Yəni turşunun üzərində belə köpüklər, şarik vəziyyətində köpüklər əmələ gələndə demək ki, turşumuz hazırdır. Turşudan biraz götürüb boşqabın içərisinə tökürəm. Turşu bişirərkən işlətdiyiniz qaşıq da, boşqab da tam quru vəziyyətdə olmalıdır. Yəni içərisində bir damcı su olsa, hazırladığınız turşu qıcqırıb xarab olacaqdır. Boşqaba tökdüyüm turşunu 2-3 dəqiqə saxlayıb yenidən turşunun içərisinə süzürəm. Əgər qırılmadan süzülürsə, demək ki, turşumuz hazırdır. Turşunu yeyərkən ağızda büzüşdürücü bir hal olur. Onun yox olması üçün üzərinə 3-4 xörək qaşığı mürəbbə suyu əlavə edirəm. Turşunun üzərinə duzunu da əlavə edirəm. Mənim hazırladığım nar turşusu 3 kilo olduğu üçün üzərinə 4-5 xörək qaşığı mürəbbə suyu, 1 xörək qaşığından biraz artıq duz əlavə edirəm. İşlətdiyiniz duzun duzluluğuna baxır. Ona görə də duzu turşunun üzərinə az-az əlavə edin. Turşunu da, mürəbbəni də saatla bişirmək olmaz. Turşunun, mürəbbənin bişirmək qaydası var. Gördüyünüz kimi turşunun üzərində belə köpüklər əmələ gəlir. Demək ki, turşumuz tam hazırdır. Turşunu odun üzərindən götürürəm. Turşunu yuyub təmizlənmiş quru bankalara yığıb sərin, soyuq yerdə saxlayıram.
Əgər videomu bəyəndinizsə, kanalıma abunə olub, videolarımı izləyib, bəyənib, yorum yazmağı unutmayın.